Salam xanımlar, bu videoda sizə ev tipli maşınlarda kardana tikişini necə etmək olar onu göstərəcəm. İlk öncə tikişi göstərim. Baxın, tikişimiz bu cürə bir tikişdir. Parçanın qırağını səliqəli bir şəkildə toxuyur. Baxın, budur. Parçanı isə lapqanın kənarından, yəni tən ortasından qoyuruq bu şəkildə və tikməyə başlayırıq. Baxın, tikdim. Maşınımızı arxaya çəkək. Qayçıda kəsək. Baxın, bu şəkildə çox gözəl bir tikiş alınır. Baxın, gördüyünüz kimi bu şəkildə. İndi sizə fərqi göstərim. Baxın, bu tikilməmiş hissə, bu tikilmiş hissə çox gözəl bir şəkildə alınır. Baxın, belə. İndi isə sizə maşınımda tikişin növünü necə seçdiyimi göstərəcəm. Baxın, məndəki model Janome TR 2023 modelidir. Bütün Janomelərdə, yəni ev tipli tikiş maşınlarında, yəni bütün Janomelərdə bu kardana tikişini tikmək olur. Mən burada C 0 ilə 1 arasına qoymuşam. Buna toxunmuram. Bu şəkildə 0 ilə 1 arası və C-də, yəni zigzag tikişində. Daha çox məlumatlandırıcı videolar üçün kanalıma dəstək olmağı, videonu bəyənməyi, abunə olmağı, paylaşmağı unutmayın. Sağ olun.